Deməli, bizdə burada bu bərabərsizliyin həlli olmayan natural ədədlərin sayını tapın deyir. Biz normalda kvadrat bərabərsizliyi həll edəndə hər tərəfi kvadrata yüksəltməliydik. Amma burada əvvəlcə biz buranın işarəsinə baxacağıq. Çünki baxaq görək bu müsbət ədəddirmi, yoxsa mənfi ədəddirmi? 6x çıxılsın x kvadratı çıx 10 necə ədəddir? Əvvəlcə biz bunu baxaq görək diskriminantla kökləri varmı, yoxmu? D bərabərdir. B-nin kvadratı, yəni 6-nın kvadratı çıxılsın 4ac. Olacaq 36 çıxılsın 40 mənfi 4. Diskriminantı mənfidir. A-sı da burada mənfi 1'dir, A da mənfidir. Deməli D də mənfidir, A da mənfidir. Bu həmişə necə qiymətlər alır bu sağ tərəfdəki 6x çıxılsın x kvadrat çıx 10. Deməli həmişə mənfi qiymətlər alır. Deməli 6x çıxılsın x kvadratı çıx 10 mənfi qiymətlər aldığına görə bizim kökümüzün cavabı hər zaman mənfidən böyükdür. Yəni kökün cavabı hər zaman mənfidən böyükdür. Bəs x-in hansı qiymətlərində? Əlbəttə ki, kökümüzün altı hər zaman müsbət qiymətlər aldığına görə x kvadratı çıx 2x çıx 12 böyük bərabər 0 bərabərsizliyini həll edəcəm görək. X-a mən nələr verə bilərəm? X-in hansı qiymətlərində hər zaman doğrudur? Bu bərabərsizliyi də həll edəndə diskriminantı tapsaq 4 üstə gəlsin 48 52 x1 bərabərdir 2 plus kökdə 52-dən 2 kökdə 13 çıxartsaq bölünsün 2a. A-mız da burada 1'dir. Olur 1 plus kökdə 13. İkinci kökdə bu kökün qoşması olur. Biz bu bərabərsizliyi həll edəndə köklərə də toxunda qeyd edirik. Bu kök təxminən 1 plus kökdə 13-dən təxminən 3/4 çıxanda 1 plus 3/4 4/4. Buradan da 1 çıxılsa 3/4'ü çıxsa mənfi 2/4 alarıq. Deməli köklər mənfi 2/4 ilə 4/4'dür. Bərabər intervallara ayırıb bir qiymət qoysaq, müsbət, mənfi, müsbət. Bizə lazımdır müsbət aralıq. Bərabərsizliyin həlli müsbət olan sağ və sol tərəfdə. Amma bizdə bərabərsizliyin həlli olmayanlar müəllimlər baxın bu ortalarda. Burada da həlli olmayan natural ədədlərin sayı mənfi 2/4'dən 4/4'ə qədər hansı natural ədədlərimiz var? 1, 2, 3, 4. 4 dənə olacaq bizim cavabımız. 4 natural ədəd bu bərabərsizliyin həlli olmayacaq. Deməli, burada mən bir də bunu başqa cür izah edeyim. Burada müəllimlər, mən istəyirəm ki, bu mənfi olanda niyə mən ancaq kökün altına baxdım, onu izah edeyim. Məsələn, mən kök altda x çıx 3 böyüdü mənfi 4 götürürəm. Mən durub bu bərabərsizliyin həllini hər tərəfinə kvadrata yüksəltmirəm ki, necə hökm eləyirəm? Bilirəm ki, kökün cavabı müsbətdir. Müsbət ədəd də hər zaman mənfi ədəddən böyükdür. Deməli, bizim bu bərabərsizliyimizin həlli x hər şey ola bilər deyirik. Amma x nələr ola bilər? Əlbəttə ki, cüt dərəcədən kökün altı böyük bərabər 0 olan ədədlər, ödəyən ədədlər ola bilər. X daxildə nə olacaq? 3 müsbət, sonsuzluq bizim bu bərabərsizliyimizin həlli.